Uca Allah buyurur ki, bir insanın qəlbində mərhəmət duyğusu yoxdursa, mən onu hidayətə yönəltməyəcəm. İnsanın qəlbi yumuşaq olmalıdır, yəni mərhəmətlə dolu olmalıdır. Sərtlik tərəfdarı deyil Allah, gözəl insanlar. Baxın, yalan danışmağı təbiət halına gətirənlərə. Burada altından xətt çəkirəm. Sadəcə yalan danışmaqlara deyil, yalan danışmaq çirkin bir şeydir. Amma deyir ki, bu adamlar yalan danışmağı təbiət, xarakter halına gətiriblər. Adamın aldığı nəfəs də yalandır. Hər şey yalan. Danışdığı, yediyi, münasibətləri, saxtakarın biridir. Baxın, doğru yoldan azan qövmə. Allah buyurur ki, başqa bir ayədə, bir insan özünü dəyişdirməsə ya da bir toplum özünü dəyişdirməsə, Allah onu dəyişdirməyəcək. Öncə biz geri qayıdacağıq. Dönüş, tövbə budur. Tövbə dönüşdür. Əslinə, fitrətinə, mayana dönüşdür, gözəl insanlar. Baxın, inkarda israr edənlərə. Baxın, inkarda israr edir. Bir şeyin həqiqət olduğunu bilsə də onu qəbul etmir. Bu qədər möhürlənib, yəni, bu qədər israr edir. İki ayağını bir başmağa dirəyib və inkarda israr edir. İnkarda israr edənlərə Allah buyurur ki, mən hidayətə yönətməyəcəm. Baxın, təqlidçilərə təhqiqi imanı yoxdur. Yəni, araşdırmayıb, öyrənməyib, qulaqdan dolma, ondan bundan eşitməklə hərəkət edir. Təqlidçilər azar deyir, əziz Allah. Ona görə Allah bizi ağlımızdan istifadə etməyə, öyrənməyə təşviq edir ki, ağlının, vicdanının, iradəsinin haqqını verən insanlara deyir, mən hidayətə yönəldirəm. Təqlidçiləri, yamsılayanları, öz ağlından istifadə edəməyənləri, onun bunun kör-körünə ardınca düşənləri hidayətə yönəltməm deyir. İmandan sonra inkara yönəlirlər. Və baxın, bir ayədə oxuyum sizə, bir ayənin mesajında daha doğrusu oxuyum sizə. Allah buyurur ki, elçi ilə arasını ayıranlara. Bugün görürsünüz də, deyirlər, bizə deyir, Quran lazım deyil, Quran da yoxdur, namaz da yoxdur, oruç da yoxdur, elçiyə də ehtiyac yoxdur. Yəni, din yoxdur demək istəyir. Baxın, elçiyə ehtiyac yoxdur deyənlər özləri həftədə 2-3 dənə video çəkib cəmaata paylayırlar. Peki bu dinin elçisinin dindən danışmaq haqqı yoxdur da sənin mi var? Azğınlığın səviyyəsini görürsünüzmü? Deyir ki, mənə hədis demə deyir, Allah Rəsulundan danışma deyir, ona ehtiyac yoxdur, gəldi öz işini bitirdi, getdi deyir.